Abdullah ibn Əmras. Bunun adını eşitməmisiniz, amma atasının adını eşitmişsiniz. Əmrasın oğlu. Adı Abdullah idi. Bir oturmuşdu öz dostları ilə belə Mədinə məscidində. İmam Hüseyin əleyhissalam gəldi, keçdi. Salam verdi, bunlar da salamın cavabını verdilər. Keçdi bu cür. Abdullah ibn Əmras dedi ki, mən əhəbbə ən yənzura ilə əhəbbi əhlil ərd ilə əhlis səma. Hər kəs göy əhlinin arasında yer əhlinin ən sevimli insanına baxmaq istəsə, fəlyənzur ilə hada, baxsın bu kişiyə. İmam Hüseyin əleyhissalam üçün göstərdi. Atası bir şey deyirdi, amma oğlu yaxşı idi. Göstərdi ki, bu kişi göylər əhlinin yanında ən sevimlidir, yer əhlinin içərisindən. Ola bilər yer əhlinin içərisində bunu sevən azdır, tanıyan azdır, amma bu insanı göylər aləmində tanımayıb, sevməyən yoxdur. Deyir, o məclisdə Peyğəmbər səhabəsi var idi, adı Əbu Səid Xidri idi. Dedi, Abdullah, qəribə söz danışırsan, bəs İmam Hüseyin ağanın barəsində bu cür danışırsan, niyə Siffeyndə ağanın tərəfində deyildin? Niyə Muaviyyənin ordusundaydın? Deyir, o mənim taxsırım deyil. Deyir, niyə? Çünki Peyğəmbər buyurub ki, insan gərək valideyninin sözünə qulaq asa. Mənim də atam Əmras idi, mən onun sözündən çıxa bilməzdim. Yəni, mən atama itaət eləmişəm, atıya itaəti də Peyğəmbər tapşırıb. Amma bilirdim ki, haq Muaviyyənlə deyil, haq Əli əleyhissalamlandır. Atama itaət elədim, ona görə də o tərəfdə oldum. Çünki Quranda da Allah buyurub ki, və bil valideyni ihsana, valideynünüzə yaxşılıq eləyin. Mən də atama yaxşılıq elədim, ona görə də onu tərk eləyə bilməzdim. Əbu Səid gördü ki, bu nəsə belə ağlabatan bir söz deyir, ayə də gətirir, hədis də gətirir. Dedi, dur gedək, bu sözləri İmam Hüseyin əleyhissalama decinəm. Gəldilər, İmam Hüseyin əleyhissalam dedi ki, Abdullah, sən ki da mənim barəmdə bu cür fikirləşirsən ki, mən göy əhlinin ən əziz adamıyam, niyə bəs Muaviyyənin tərəfində oldun? Dedi ki, ağa, buna görə. Həm Allah buyurub valideynünüzə yaxşılıq eləyin, həm də Peyğəmbər buyurub ki, atıya itaət, valideynə itaət vacibdir. Yəni, Qurandan, sünnədən mən kənara çıxmamışam. Görürsünüz, Muaviyyə nə cür alladır cəmatı? İndi də belələri var, cəmatı ayənlə alladırlar. Şeytanın bu gücüdür. Şeytan bəzən cəmatı günahla alladır, bəzən də ayənlə, hədislə alladır. O günahla alladanda yaxşıdır. Adam günahın çirkinliğini sonra görür. Amma vay o gündən şeytan adamı ayənlə allada, hədislə allada, ibadətlə allada, namazla allada, orucla allada, yaxşılıqla allada. İmam buyurdu ki, indi burada İmam Hüseyin istəyir. Burada imamətin rolu görsənir. Ki, gərək imamətdən dərs alıb, sən buna cavab verəsən. İmam buyurdu ki, Abdullah, Loğman surəsi 15-ci ayəni oxumusan da, deyir, ağa, hansı ayə diyor? Deyir, Allah buyurur ki, və in cahədəkə ələ ən tuşrikə bima leysəlləkə bihi ilmun, fəla tuti'huma. Əgər valideynləriniz sizi Allaha şirk qoşmağa çağırdı, o şeyi deməyə, o şeyi düşünməyə vadar elədi ki, həqiqətən də düz deyil, fəla tuti'huma, atıya, anıya itaət eləmə. Açıq aşkar. Səni harama çağırır, itaət eləmə. Əgər sən Peyğəmbər hədisini gətirirsən, Peyğəmbər bir yerdə də buyurub ki, la ta'ətə li məxluqin fi məsiyyətil xaliq. Allaha günah eləməkdə
bəndiyə itaət yoxdur. Əgər bəndə o şeyə səni əmr eləyir ki, o şeyi görsən xaliqə məsiyyət olacaq, günah olacaq. Ondan çıxmalısan. Atada olsa, anada olsa. Ay uşaq, get dükandan mənim üçün bir o haram içkidən al gətir. Ata, atamsan, amma üzrünüzü bil, mən o eləyə bilmərəm. Ay uşaq, get filan kəsdən faizə pul al gətir. Atamsan, anamsan, amma mən o eləyə bilmərəm. Ged bu oğurluq maldır, bunu apar ver filan kəsə, pulunu al gətir. Atamsan, anamsan, eləyə bilmərəm. Amma ay uşaq, bu günləri sənə icazə vermirəm məscidə getməyə. Atamsan baş üstə, gəlsin namaz qılsın olmaz. Atıya itaət vacibdir, məscidə gəlmək müstəhəbdir. Mən gedirəm Məşəd ziyarətinə, Kərbəla ziyarətinə, ata qoymur. Hətta bir dənə haram oruc var. Haram orucdan siyasını açın oxuyun. Özü də qəribə səslənir ha. Haram oruc, oruc ola, özü də haram ola. Oruc ki, ləalləkum təttəqundir, təqvaya xidmət eləməkdən ötürüdür. Amma deyir, bir yerdə olsa nədir? Haramdır. Qadın müstəhəbbi oruç tutub, əri qoymur. Qəzadırsa yox ha. Müstəhəbbi orucdur, əri qoymur. Deyir, tutma. Yox, tutma, baş üstə. Tutsun, haramdır. Oğul müstəhəbbi oruç tutub, vacib yox. Qəza da vacibdir, qəza da yox. Müstəhəbbi oruç tutub, ata qoymur. Deyir, tutma. Tutsa, oğlun orucu haram oruc olar. Görün, nə qədər incədir şəriətin qayda qanunu. Abdullah, bəs sən bunu yoxumamısan? Tarix yazır ki, Abdullah bunu eşitdi, təəccübləndi. Dedi, ağa, düz deyirsən. Amma xoşbəxtçiliyim onda idi ki, mən o müharibədə olsam da qılınc çəkənlərdən olmadım. Sadəcə iştirak elədim. Yəni İmam Hüseyn əleyhissalam əgər biri hətta şeytanın ən böyük hiləsi olan ayə ilə azmaq istəyirsə tutur. Kişi o tərəfə getmə. Bu ayə səni cəhənnəmə aparar. O ki deyir, ayə bəzən cəhənnəmə aparar, həqiqi sözdür. Ayədir, sən ona əməl eləyirsən, amma xəbərin yox ki, əməl etdiyin ayə səni cəhənnəmə aparır.